10 ədəd yumurtadan bu dəfə öz ad günüm üçün tort bişirdim. Yorum qismində də daha ətraflı resepti qeyd edəcəm. Əgər siz də maraqlı tort reseptləri, şirniyyat reseptləri, maraqlı məlumatlar öyrənmək istəyirsinizsə, o zaman mütləq ki, mənim səhifəmi takibə alın. Dəstək olaraq dostlarınızla bölüşə də bilərsiniz. Bu arada sizlərə bir incə məqam izah edeyim. Əgər yumurtanın ağından sarısını çətinliklə ayırırsınızsa, bax bu üsulla çox rahatçılıqla ayıra bilərsiniz. Xüsusən də çoxlu yumurta qırmaq lazım olanda. Demək 10 ədəd yumurtanı ağın sarıdan ayırırıq. Həm ağına, həm sarısına 1 stəkan 200 mg-lıq stəkanda şəkər tozu əlavə edirik. Ağı bərk ağrana qədər çırpırıq. Eyni qaydada sarını da yaxşı-yaxşı mikserdən qarışdırdıqdan sonra üzərinə 6 xörək qaşığı duru yağ və 6 xörək qaşığı qaynar su əlavə edib yeni mikserlə qarışdırırıq. Və yenə sarı qarışımın tərkibinə qabartma, vanil və 2 stəkan un əlavə edib yenə qarışdırırıq. Əgər siz kakaolu biskvit hazırlamaq istəsəniz, o zaman biskvitin xəmirinə, yəni sarı qarışımın tərkibinə 3-4 xörək qaşığı kakao əlavə edə bilərsiniz. Mən tam ağ biskvit hazırladım. Bu arada çəmbərin də kənarına baxın belə istifadə etmədiyim nizimka, yəni ki saç tokası bərkidirəm ki açılmasın. Mən 200-lük diametrdə bişirdim. 18-lik diametrdə bişirdiyim də olub, daha da hündür olur o zaman tort. Amma siz 28-26-ya qədər aça bilərsiniz çəmbərinizi. Onda da yəni yetərincə qalxır biskvit. Ancaq 30-luq diametrdə eləməyin, o zaman çox nazik olacaq biskvitiniz. Bu arada onu deyim ki, 2 dəfə bişirməyə ehtiyac qalmır. Elə bir dəfədən çox gözəl qalxır biskvitiniz, belə hündür, qəşəng bir tort alınır. İstədiyiniz kremdən hazırlaya bilərsiniz. Mən qaymaqlı krem hazırladım. Qaymağı bildiyimiz qaydada mikserlə qarışdırırıq. Sonda isə biraz şirin olsun deyə dadı qatlaşdırılmış süd əlavə edib yenə qarışdırırıq. Çox bərk olmamasına diqqət edirik ki, tort çatlamasın. Axşamdan hazırladım. İçərisinə qəşəng qaymaq, şokolad, sos şokolad və karamel əlavə elədim. Axşamdan üzərini çox nazik qaymaqlayırıq və pinqvin klok keçirdirik və çəmbərə salıb saxlayırıq soyuducuda. Onu da qeyd edim ki, biskvitləri mən qatlaşdırılmış sütü suya əlavə edirəm və bütün 4 hissəyə bölmüşdüm bu arada mən biskviti. Bütün hissələrini qəşəng onunla nəmləndirirəm. O zaman daha da nəm olur. Elə bilirsən ki, dondurma yeyirsən. Gördüyünüz kimi səhər isə başladım tortu tam olaraq yığmağa. Üzərinin qaymağını yığdım və evdəki gül çiçəklərimlə üzərini bəzədim. Həppöz yazısı qoydum və oğlum məndən çox sevinirdi. Belə mıncıqlarla da bəzədim. Bu da finish. Ömər çox xoşbəxtdir. Mən də ona baxıb daha da xoşbəxt oldum. Bəyəndinizsə dostlarınızla bölüşməyi unutmayın.